A, B və C müxtəlif sadə rəqəmlərdir. Onu da yazıram ki, A, B, C 2 ola bilər, 3 ola bilər, 5 və 7 ola bilər. Bu rəqəmlər ola bilər. İndi biz A, B, C ədədini 8-ci say sistemində düzəltməliyik. ABC şəklində yazıla bilən ən böyük ədəd 8-ci say sistemindədirsə, ən böyük ədədi mən belə tərtib edə bilərəm. 753. Bu 8-ci say sistemində oldu. Bu ədədi biz 16-lıq say sistemində qarşılığını yazmalıyıq. 8-ci say sistemindən ədədi 16-lıq say sisteminə dolayı yolla keçirdə bilərik. Məsələn, arada bir ikiliyə gətirib, sonra ikilikdən 16-lığa keçirdə bilərəm. Onda ilk öncə 753 ədədini 8-dən ikili say sisteminə keçirdəcəm. İkili say sisteminə keçirmək üçün 4, 2, 1 qaydasından bundan istifadə edəcəm. 7-ni almaq üçün yazacağım 1, 1, 1. 5-i almaq üçün 1, 0, 1 və 3-ü almaq üçün 0, 1, 1. Bu həmin ədədin ikili say sistemində olan qarşılığıdır. İndi isə bu ədədi 16-lıq say sisteminə keçirməliyəm. 16-lıq say sisteminə keçirmək üçün ədədi 4-4 hissələrə ayırıram. İkili say sistemində olan ədədi 4-4 hissələrə ayırdım. Qabaq isə 4 dənə olmadığı üçün önünə 3 dənə sıfır atıb buranı da 4-lüyə gətirə bilərəm. Hər bir dörtlüydən, hər bir dörtlüyün üzərinə 8, 4, 2, 1 yazıram bu qaydana. Və indi hər bir hissədə nəticənin neçə olduğunu indi təyin edəcəm. Birlərin üzərində baxıram. Deməli, birinci hissə 1-dir. Birlərin üzərində baxsam, bura 14 eləyir, yəni Y-dir. Birlərin üzərində baxsam, bunların cəmi 11 eləyir, yəni B-dir. Onda həmin ədədin 16-lıq say sistemində olan qarşılığı 1 YB-dir.